o su basma məsələlərində yer gəlmişə bu yağışdır, qardır, təbiət hadisələri bizim əslində hökumətin gördüyü işləri üzə çıxardır. Əlbəttə, Yəni əlbəttə. tam O kosmetikasını yuyur da. Kosmetikanı yuyur və çılpaqlığı ilə çıxardır ortaya ki, budur. Yəni vəziyyət əslində budur. Onların məsləhətləri də qəribədir. Bu Bakı meri Eldar Əzizov demişdi ki, keçidlərə girməyin, yağış yağar. Xahiş edirəm, Eldar Əzizovun Bakı meri deməyin. Jurnalistlər hər yerdə onu elə təqdim edir. O mer deyil. Mer seçkili institutu. Bakı şəhər icra hakimiyyətinin rəhbəri. Mer seçkili institutu bizim ən böyük arzularımızdan, istəklərimizdən də biri odur ki, Böyük şəhər bələdiyyəsi yaradılsın, Böyük şəhər bələdiyyəsinə birbaşa seçkilər olsun, mer seçilsin və şəhər hökuməti formalansın. Açığın deyil ki. Əslində bu problemlər də o var. Əlbəttə, ona da təsir edir. Tamamilə doğrudur. Hətta mən Bakı şəhər icra hakimiyyətini bəzi açıqlamalarını tamamilə haqlı saydım bu fəsadlar törənəndə. Niyə? Adam açıq deyə bilməsə də, üstörtülü şəkildə də deyir ki, mənim səlahiyyətimə daxil deyil də bunlar. O keçidlərin tikintisi, drenaj sistemi Bakı şəhər icra hakimiyyətinə aiddir. Yox. Neynəsin onda? Gəlin onda səlahiyyət və məsuliyyət yükləyək də. Ola bilməz ki, səlahiyyət 50 dənə qurumda olsun, məsuliyyət bir şəxsdə olsun. O mümkün deyil. Gəlin Böyük şəhər bələdiyyəsini yaradaq. Yoldur, infrastrukturdur, bütün məsələləri səlahiyyətində, məsuliyyətində yükləyək Bakı şəhər meriyasına, onun şəhər hökumətinə. Biz bundan niyə çəkinirik ki? Dünyanın hər yerində də var da, İstanbulda da var, Ankarada da var, Tiflisdə də var, hər yerdə var. Yəni mən qonşu ölkələri nəzərdə tuturam. Qazaxıstanda da var birbaşa seçkilər yeri gəlmişlər. Yəni burada nə var ki? Nə problemdir ki bu? Bax bunu həll eləsək, addım-addım digər problemlər də əlini tapacaq. Niyə?